Salam millət, hər vaxtınız xeyir olsun. Bu günlərim Tengoku Fansub komandasına qoşulduqda və yaxud da qoşulmadan özünüzə bir komanda yaradaraq bizimlə deyərək fərqi yoxdur. Subtitle necə edə bilərsiniz? Yəni bizim istifadə etdiyimiz sən indi göstərəcəyim şeylər olacaq. Bu bizim Tengoku Fansub saytımızdır. Burada animeləri tərcümə edib paylaşırıq. Belə deyək, burada həftəlik çıxan animelər var ki, hər həftə çıxdı paylaşılır, bir gün gec və ya tez. Digər yandan isə çıxıb bitmiş animeləri sonradan özümüz istədiyimiz müddətə hazırlayıb paylaşa bilirik. İstədiyimiz müddətə dediyim, biz animelər etmirik. Sən filan animeni götürdün, bir günün və ya bir həftəni atmaz. Belə bir qaydamız. Bizim komandanın qaydası budur ki, siz götürəcəyiniz animeni əsas ən vacib olanı sonuna qədər bitirin. Yəni bunun da bir yolu budur ki, məsələn, deyirsən bir günə bir animeni bitir, 12 bölüm, 24 bölüm, 25 bölüm. İstəyirsən bir həftəyə, istəyirsən bir aya, istəyirsən 3 gündən bir bölüm at, amma sonuna get çatdır. Və istəyirsən eyni vaxtda 2-3 anime işlə, bu seçim sizə qalır. Burada komandaya qoşulduğunuz halda mənə atırsınız animeləri, ACS faylı ilə mən onları stoklayıram, sayta əlavə edirəm. Və bacaran şəxslərə sayta özləri əlavə etməsini də öyrədirik ki, artıq məni gözləmədən saytı Telegrama göndərə bilərlər. Bu bizim saytımızdır. 167 sezon daxil animeni tərcümə etdik, paylaşmışıq. Film də daxildir. 1725 bölüm də hal-hazırda saytımızda var. Bütün tərcümə etdik. Bölüm hesablasaq filmdə ümumi hesablasaq 1725 dənə. Və bunu axtarışdan, arxivdən girib istədiyiniz yerdən izləyə bilərsiniz. Və bundan əlavə Telegram kanalımız var ki, Telegram kanalımızda burada stoklara hamısını atırıq. Bitənlər yaşıl işarələnibdir, bitməyən hal-hazırda davam edirlərdir. Və sarı ulduzları mən deyirəm, ildırım göstərənlərdə başqa bir subtitle tərcüməçisi işləyir. Mən bu işlədikdən sonra hamısını bura atıram. Burada da 355 abunəmiz var. Həm buradan, həm saytdan izləyə bilirsiniz. Yəni bu qədər. Çox çətin bir şey yoxdur, asandır. İndi biz yeni çıxan animelərdən bunun adını tam düzgün oxuya bilməyəcəyim üçün demirəm. Bunu işləyirik. Bunun ötə bizə nə lazımdır? Video daxilində hamısını görəsiniz və kəsintisiz izləyəsiniz. Bizə lazımdır Aegisub animeləri tərcümə etmək. Və ardından Handbrake bunları render etmək. Başqa proqramlar da yəqin ki var. Sadəcə mən bunları istifadə edirəm və vərdiş etmişəm. Asandır mənə görə bunlar. Çox da vaxt aparmır. Niyəsi və yaxud da Subsplace kimi saytlardan animeləri köçürmür. Fərqi yoxdur. Hər biri, məsələn, Subspace bir komandadır. İngilis tərcümə edirlər, atırlar bura. Mən bunu, məsələn, buradan hər hansı bir anime 1080 buradan basıram. Açılır. Media Get açılır. Animeni köçürürəm və anime tərcümə olunmağa hazır olur. İstənilən animeni. Məsələn, Subspace'in bu öz saytıdır. Burada da var. Subspace burada hazırladığında Niyasiyə da atır. Sadəcə göstərək. Gördüyünüz kimi son atdığı animelər hamısı buradadır. Bunun kimi komandalar var. Yəni istədiyiniz komandadan animeləri seçə bilərsiniz. Həftəlik bir fərqi yox. Nəysə, göstərdiyimə görə artıq tərcümə edirik. Tərcümədə nə edirik? Çətin deyil. Yəni vərdiş etmək lazımdır biraz. Vərdiş eləyəndən sonra mənim kimi günə 25 bölüm belə bitirə bilərsiniz ki, son vaxtlar bunu etmirəm. Adam yorulur. Deməli, nə edirik? Biz hal-hazırda animeni köçürdüyümüz yerə gedirik. MediaGet. MediaGetdən hal-hazırda One Piece'in və bu animeni hazırlayıb atmalıyıq. Hal-hazırda seçirəm. Açmağı buradan Aegisub'dan da aça bilirik. Sağ klik verərək. Aegisub'u yükləyib, daha doğrusu açıb buradan da göndərə bilərsiniz. Fərqi yoxdur. Yəni çox asan bir qaydadır.
Sonra dosya qismindən, yəni burada fayl qismindən sizdə ingiliscə ola bilər. Alt yazıları videodan seçərək açırıq. Matroşka ayırır və burada gördüyünüz kimi ingiliscə, fransızca, yaponca fərqi yox. Hər hansı bir dildə tərcümələr bura gəlir. Gördüyünüz kimi. Sadəcə bir dənə şrifti sonradan yoxlasanız yaxşı olur. Bəzən Azərbaycan hərfləri, bəzi şriftlər qəbul. Tərcüməçilərin də bəziləri ona görə Subspace-dən işləyirəm ki, Subspace-in verdiyi şriftlər Azərbaycan dilində problem yaratmır. 99%, 90%. 10% ehtimal olur ki, onların da komandasında 10-15 nəfər var da, yəni tək bir nəfər. Gördüm, məsələn, baxıram burada 369 ədəd sətir var. Və buna bir sətir də mən əlavə edəcəyim. Öz subtitle adımı. Burada mənim subtitle kopyalayıb Telegrama atdığım belə bir şey var ki, Telegramdadır, buradan gəlib kopyalayıram. Bir də hər dəfə sıfırdan yazmıram da. Birin üzərindən əlavə edirəm. Və mənim adım burada çıxır. Və bunu da istədiyim stildə, imzada qeyd etmişəm. Atıram belə hər videoda bu halda göstərir mən. Yəni mən buradayım. İndi isə bunu opsi kopyalayıram. 370 sətr olduğuna diqqət edirəm ki, 370 sətr mənə geri qayıtsın. Buradan hər hansı bir browserdən, operadan fərqi olmadan Gemini-ni açırsınız. Bizdə hal-hazırda Pro mod olduğuna görə Gemini-nin Pro modunu istifadə edirik. Bunu hızlı modda da işlədə bilirsiniz. Yəni burada 3-4 dənə. Biz Pro modunu istifadə edirik. Hesabımız. Nəsə, bunu buraya atıram və enter basıram. Zaten biz bunu necə etmişik deyə sual versəz, ASS fayllarından ötürü bizim promptumuz var. O promptu atırıq tərcümə işləyən uşaqlara, Gemini-yə. Gemini də o promptu oxuyur. Oxuduqdan sonra siz belə yazıları göndərirsiniz və o başlayır tərcüməyə. Heç bir proqram istifadə etmirik. Bunun proqramı da var bizdə. Sadəcə o proqram ehtiyac yoxdur. Ən asan buradan daxil olub edə bilirsiniz. Ən güncəl şəkildə. Gördünüz ki, nəsə bəyənmədiniz, alınmadı, bunu sildiniz, yenidən həmin promptu atıb yenidən hazırlaya bilirsiniz. Ən azından bir promptu hardasa 20-30 dəfə, daha doğrusu 20-30 bölüm istifadə etmək olur. Sonra həmin seti silib yenidən açır ki, köhnə hazırlanan anime ilə indi hazırlayacağım anime bir-birinə qarışmasın. Bəzən olur ki, mən atıram təzə animeni, mənə başqa animenin tərcüməsi. Orada setlər qarışa bilir. Elə qarışıqlıq olmasın deyə belə bir yol da var ki, yəni silib yenidən istifadə etmək olur və gün ərzində hardasa 10 bölüm tərcümə edirik. 95% problemsiz tərcüməni verir və hal-hazırda canlı şəkildə mən bunu sizə göstərirəm. Hal-hazırda köçür deyəndə tərcümə olunur. Gördüyünüz kimi gözünüzün qabağındadır. Bu hazır olduqdan sonra mən bunu silirəm. Sətirləri. Tərcüməni bura atacağam. Amma 370 sətr olduğuna diqqət etməliyim. Çünki 370 sətr atmışam mən Gemini-yə. Bura atdığım 370 sətirdən bir sətr əksi itirsə, deməli animedə opsi problem var tərcümədə. Və ya bir sətr əlavə varsa, deməli yenə böyük bir problem var tərcümədə. Ya bir əlavə sözlər var, eyni sözləri təkrarlayıb Gemini və yaxud da ki, tam əksi hansısa sözü yeyib. O söz animedə görsənmir ki, tərcümələrimizdə köhnə tərcümə etdiyim animelərdə problem daha çox rastlanır. Sonradan tərcümə etdiklərimizdə bu problemləri çalışdığımız qədər aradan qaldırmışıq ki, 90% rahat izləyək. Bu köçsün. Niyə köçsün deyə bilmirəm. Bu hazır olsun. Və keçib qalaq digər işimiz. Bu hazır olana qədər, indi mən burada belə göstərirəm. Əslində bu qədər gözləmirəm. Bu hazır olana qədər mən burada handbrake açıram. Handbrake-ə animemi əlavə edirəm ki, bu hazır olana qədər handbrake hazır olsun. One Piece-i də tərcümə edirəm. Yenə deyirəm, bu hazır olana qədər artıq mən One Piece-i də açıram. Arxada ikinci animeni də hazır edirəm. Nəsə, handbrake-ə gəldikdə, handbrake-də web için optimizə eti daima saxlayıram ki, bəzən sürətli olsun. Yəni nə qədər faydalıdır onu da özüm bilmirəm. Yalan deməyəcəm. Video qismindən H264 əgər prosesordirsə sadəcə bunu seçirsiniz. Ən gec render eləyən budur, yəni məsləhət görmürəm. Çox gec render eləyir.
ekran kartınız varsa H264 NVENC və yaxud da ki H265 seçə bilərsiniz. Fərqi yoxdur. Standart dünya üzərində hal-hazırda istifadə olunan 264-dür, amma 265 də yeni nəsildir. İstifadə edə bilərsiniz. Mən 264-ün NVENC-sini istifadə edirəm hal-hazırda. Sonra animenin FPS-i ilə əlaqədar olan məlumatı gedib almalısınız. Məsələn, əsasən animeni mən bura atdıqda burada FPS-ini göstərir. Bunun oxşarını burada əlavə edirəm. 23.970, indi burada 98. Sonra 8 bit aralığı, 4, 2, 1, 1 necə? Bunların yəni üstünə render etməyin mənası yoxdur. 1080 1080 render edin. 720 isə onu 1080 render eləməkdən və ya 4K render eləməkdən 4K eləmiş olmursunuz. Əlavə proqramlara salmamısınız. Sabit kare hızı verirəm. Bunu tərpətmirəm. Yox, amma əgər deyirsinizsə ki, render həm gec olur, həm yaddaş azdır kompüterdə, orta bit hızından burada 4000 və ya 2500 seçə bilirəm. Deməli, səs qisminə də diqqət eləməlisiniz. Burada bəzən köçürdüyünüz animelərdə multisub ola bilər. Multisub da yəni fərqli dillərdə ola bilər. İngiliscə, rusca, hansısa bir dildə dublyaj ola bilər. Burada əgər ingilis dilindən dublyajı ingiliscə, alt yazı Azərbaycan dilində eləyirsinizsə, ingilis dilini seçirsiniz. Yaponca eləyirsinizsə, Yapon dilini seçirsiniz. Bu sadəcə buna deyil. Hər hansı bir filmi, hər hansı bir Koreya filmi, serialı olsun, animesi olsun. Yəni bunların hamısında istifadə olunan bir şeydir. Məsəl üçün hansı animedən məsəl çəksək, Solo Levelingdən məsəl çəksək, bu animenin Koreya dili də var, Yapon dili də var. Onda bu araya gəldikdə, buraya gəldikdə, burada həm Koreya dilini görürsüz, həm Yapon dilini görürsüz. Biz Yaponcadan etdiyimiz üçün Yaponcanı seçdik. Alt yazıda burada şey olur ilk başda. Videonun özünün daxili nəsə göstəricəsi olur. Mən onu silirəm, X verirəm və hal-hazırda gördüyünüz kimi Gemini-də tərcüməni Swift-dir. Hardasa 4 dəqiqə çəkir. Kopyalayıram. Həmin animeyə əlavə edirəm. Ctrl və kopyala yapışdır. Bu qədər bəsit. Ən aşağı düşürəm və baxıram ki 370 dənə mən əlavə etdiyim sətirdən. Yazısı ilə bir yerdə sətr var. Deməli, hər şey düzdür. Sadəcə burada vaxt isimlərinə diqqət etmək lazımdır. Bunun bir üsulu var. Ya gözünüzü belə diriyib saxlayırsınız, rəqəmə baxaraq. Yuxarı gedirsiniz. Burada 22, 21, 20, 19-larda qırmızı rəngi görəndə dayanırsınız ki, görün problem nədir? Ki, gördük. Bir dənə problem tapdıq. Yəni, bu halda bu N hərfi ayırır. Alt üst abzas verir. Yəni, bunlara diqqət eləyə bilərsiniz. Yəni, bunları düzəldə də bilərsiniz. Düzəltməyə də bilərsiniz. Burada yəni elə bir əslində problemli bir şey yoxdur. Yəni, düzəltmək də olar, düzəltməyə də. Yəni, yenə dediyim kimi, böyük bir problem deyil burada ara kəsmələr. Sadəcə bəzən olur da belə yığıla gedir. Dəfələrdə yaşamışam. O da xarici subtitle, yəni ingiliscə işləyənin problemidir. Orada onun qoyduğuna görə tərcümədə də proqram onu edir. Nəsə belə baxıram 8, 7, 6, 5, 4, 3, 2, 1 dəqiqə problemi yoxdur. Sonra ikinci sıraya gəlirəm. 1, 2, 3, 4, 5 nəsə bu qaydada gəlirəm. Orada o 4-ün arasında, 4-dən 5-in arasında 7 görəndə bilirəm ki, nəsə bir problem var. Yəni bu yazının başlama müddətidir, bu yazının bitmə müddətidir. Əgər bu yazının başlama müddəti ilə bitmə müddəti 1 dəqiqədirsə, bu ki siz animenin 20 dəqiqəsi bir dənə sözü dirəşmiş şəkildə görəsiniz ki, bir dənə yazı orada qalıbdır. Belə baxasınız. Hal-hazırda saytda elə bir dənə hansı anime var, bölümü. Sadəcə onu tapmıram. Yadımdan çıxıbdı, düzəldəsiydim, düzəltməmişəm. İndi aşağıladıqca da düzəldirik. İkinci yolu mən özü üsulum. Yəni Gemini məndə Pro olduğuna görə Pro-da elə çox problem çıxartmır. Əsasən bu sadə Gemini modlarında problem olur. Və yaxud da Pro-da 80 dənə anime bölümü tərcümə elədikdən sonra yaşaya bilirsiniz. Animelər bir-birinə qarışır. Belə pillə-pillə 10-10, 15-15 gedirəm. Hansısa sözün burada dirəşdiyini görürəmsə ki, qalıbdır. Məsələn, bunu oxudum. Bunu ikinci səfər burada görürəmsə, bilirəm ki, problem var. Yoxlayıram, problem yoxdur. Belə məsəl üçün düz araya salıbdı ingiliscində tərcümə edən subtitle. Yəni subtitle'də hansısa bir nəfər var, o bir nəfər eləyir ancaq bunu. Bilmirəm niyə. Bunu etmədi. Nəysə, belə yoxlaya gedirəm. Bəzən animedən spoiler eləyə bilirsiniz. Spoiler yeməməkdən ötürü vaxt
sırasına baxa bilərsiniz ki, spoiler yeməyəsiniz. Yəni bu halda yoxlayıram. Düzəlişləri eləyirəm. Hayf mən əziyyətimdən. Belə problemlər, yəni bəzən əslində bunu görməyimiz yaxşı oldu belə problemlər. Yəni sonra həll eləmək. Və məsələn belə uzun sözlərdə bu tərcümə edən şəxs niyə belə edib onu bilmirəm. Məsələn 362-dir da, indi 361-ə düşəcək ingiliscədə. Qayıdıb 361-ə gəldiyimizdə 61. Burada hansı bizim prompt səhvimiz var. O prompt düzəltmək. Görsünüz aşağıladıqca ingilis dilində dölmüş problem. Bu niyəsə bizim söz uzun olduğuna görə niyəsə bunda bizdə baş veribmiş. Bunu deməli düzəltmək olarmış. Tamam, okey. Problemi aşağıladıqca problem bizim promptdadır. Promptda bunun n hərfini düzəltmək lazımdır. Yoxsa hər sözü belə bir-birindən alır. Bunu nəsə mən düzəldərəm. Qalan belə çox belə problem olmayan şeylərdə problem yox, tərcümə. Yaman uzatdım mənim işim. Falan filan. Nəysə, Ctrl Shift S və yaxud da Ctrl S. Seçdiyiniz hər hansı bir pavkada hara atmışsınızsa həmin animeni qeyd edirsiniz. Məsələn, mən artıq 5-ci bölüm edirəm, 3-cü bölüm məndən necə gözdən qaçıbdı, 3-cü bölümü saçıb silmişəm, böyük ehtimal onu tərcüdən baxsa hazır. Bu stokumuz idi bizim. Atdım pavkasına, tıxdım. Buradan bunu edənə kimi əgər ikinci animeni edirəmsə yenə dosyamı açıram. Telegramda adımı kopyalayıb buraya atıram. Ümumi bunu kopyalayıram. Dilimizi veririk. Bunu da atıram Gemini'ye. Gemini mən bu birisini bitirənə kimi yaxud da render olana kimi bunu edir. Yəni bu sürət kompüterizdən asılı olan bir şeydir. Bunda da 352-dir. Neyse. Buraya gəldik. Alt yazı əlavə et basırıq. Hansı papkaya atmışıqsa həmin tərcüməni oraya gedirik. Which elder, nə bilim də. Mən sadəcə burada niyə atıram? Çünki bunları artıq kopyala yapışdırmışam. Məsələn ilk 2 bölümü başqası tərcümə edib, sonraki 3 bölümü mən tərcümə edəcəm. Ona görə Çöpü Sub, nə bilim Tengoku Fansub belə adlardan, indi hər kəsin öz fansub adı var. Onlardan istifadə edə bilirik və sadə görsənsin deyə, tez tapılsın deyə belə adlardan istifadə edirəm. Yoxsa siz Ctrl Shift S basıb, Promo'ya Enter basınız, belə addan yox. Tərcümə Subsplace-dirsə, Subsplace-dən gəlir, nə bilim. Uzun sözlərdə çıxa bilir. Bunu seçirəm və Baron In bunu basıram. Və salam mənim işim bitirib. Start basa bilərəm. Onda isə ad belə gedəcək. Amma yenə deyirəm, bizim videomuzda render eləməyə papkamız olduğuna görə gedirik. Animeni. Bunu silirəm çünki bunu artıq atmışam bölümünü. 5-ci bölümü yazıram. İşimiz bitdi bundan da render. Bitti. Heç bir çətin işimiz yoxdur. Yəni bu qədər. Stop. Burada sabit. Bayaqlarım bunu deyirdim. Bunda yarımçıq qaldı sözüm. Videomu kəsmişəm böyük ehtimalla həmin hissədə. Burada əgər dediyim kimi yaddaş çox gəlirsə, bir anime 1 GB, 2 GB render olunursa, 2 bit rate sürətinə uzun animelərdə istifadə edirik. 2000 minimum bit rate qoyaraq render eləyə bilərsiniz. Və ya da sabit buradan olan render istifadə edə bilərsiniz ya da 24-ə qədər bunu azalda bilərsiniz. Seçim sizindir, yəni yaddaşla əlaqədar, keyfiyyətlə əlaqədar olan bir şeydir. Renderi basırıq və render bunu renderlər. Bunu render etdiyiniz planda, arxa planda da yəni nəsə edə bilərsiniz, amma çalışın bu proqram üzdə olsun. Bu proqram üzdə olduğu halda tərcüməni daha sürətli render edir videonu. Yox, əgər bu arxa planda hansısa proqramın altında qalırsa, artıq istər-istəməz ikinci plana düşür proqram. Bunu indi hansısa yoldan əsas proqram kimi göstərmək olur kompüterə. Sadəcə mən göstərməmişəm çünki bəzən oyunca da oynayıram, render qoyuram, render gedir arxada. Uzun animelərdə falan. Yəni belə ola bilir.
İkinci halda isə necə? Qalır bizim bu render tamamlandığında bunu buradan götürməyimizdir. Ya mənə göndərirsiniz, ya artıq təsvir verilirsə bura göndərirsiniz və ya da başqa bir şey. Eyni anda da ki One Piece işləyir. Məndə iki ekranda, normalda ikinci ekrana atıram. Bu proqram əsasən atım ikinci proqramda heç arxa plana düşməsin, sürətli işləsin. Yəni bu halda belə sürətli iş görmək olur. Dediyim kimi, mən atmışam One Piece təvəccüh tərcüməsi hazırdır. Mən önce bunu kopyalayıram. Yəni birinci animeyə başlamaqla əlaqəli olan bir şeydir. Bunu silirəm, bunu əlavə edirəm. 350 nə olmalı? Baxıram, 352 ədəd. Və bunu bura atıram. Yox, 352 ədəd yazı burada varmı? Problemlər elə bir büyünə qalıbdır. Amma məsələn 352-ni mənə 325 verir. Gördünüz, deməli tərcümədə problem yaranıbdır. Burada bəzi sözlər yeyilibdir. Nə yaxşı videoda aşkarlanır bunlar hamısı. Burada tərcümə ya problem olubsa, ya da mən bunu kopyalayan zaman doğru kopyalamamışım. Bir daha kopyalayıb yox. Bəzən səhvlər ola bilir. Bir daha atırıq. Oba! Deməli tərcüməmizdə problemimiz olub. Yəni bu halda, belə bir hal baş verəndə biz bu chat'i silirik, yenidən bu chat'i atırıq. Daha doğrusu yaradırıq. İndi mən yenidən bunu yoxlayacağam. Əgər bu səfər də düzəltməsə tərcüməni, məcbur bu chat'i silib, yenidən promptda atıb bu chat'i yeniləyəcəm. Bu problemlərin videoda aşkarlanmağı bir yandan qəşəngdir ki, siz qarşılaşanda mənə gəlib sual verməkdənsə bunu artıq görmüş olursunuz. Nəsə, renderimiz bitdi. Birinci renderimiz bitdikdən sonra əgər ard-arda ikinci animeni işləyirsinizsə, buradakı heç bir dəyişiklik etməmək üçün One Piece-i götürüb birbaşa təzədən buraya əlavə edirsiniz. Və yenə eyni qaydada videoya nəzarət edirsiniz ki, yerindədir. Web Optimization açıqdır. Dərs Yapon dilindədir. Alt yazında bunu silirsiniz. Ehtiyacımız yoxdur. Buradan One Piece-i hara atacaqsınızsa onu seçirsiniz. Biz 1158-ci bölümdən başlamışıq. Bunu silirəm. 1159-cu bölümü qeyd edirəm. Artıq buraya sadəcə alt yazı hazır olduqda alt yazını əlavə edəcəyəm. Vəssalam. Deməli bu animemiz artıq hazırdır. Giririk. With Elder problemlər. Bunu atırıq bura. 200 MB. Stop elə. Bu normalda 700 MB olmalıydı. Videonu çəkən zaman mən böyük bir yanlış etdiyim boynuma alım. Çünki bayaqlarım stop vermişəm, tam saxlamamışdım. Ona görə də ilk verilən şeylər yaddaşda qalıbdı. Mən bunu yenidən əlavə etməliyəm. Ona görə də yenidən hayda öz işimi artırdım da belə deyək. Yəni başa düşdünüz də, yəni burada çətin bir şey yoxdur. Gördüyünüz kimi artıq əl vərdişi olaraq mən bunları dəfələrlə etdiyim üçün daha rahat olur. Yəni hardasa bir animeni bitirdikdən sonra siz daha sürətli bunu əldə edəcəksiniz. Kodlaşdırmanı yenidən başladıram eyni videolarına. Vəssalam, yəni bu çox çətin bir şey deyil, çox asan bir şeydir. Öz animenizi tərcümə edirsiniz. İstəsəniz burada ad verə bilərsiniz. Hazırladı Kərim Pirimov Sub qoya bilərik. Subtitle adınız, və ya da adınız. İstəsəniz fərqli eləmək olar. Yəni burada məsəl üçün bunu tərcümə edən Zoro Subs öz subtitle adıdır. Ad vermədiyinə görə və ya da qeyd etməyimi tələb etməyinə görə də onun adını burada qeyd etmişəm, kim olduğu. İstəsə yəni deyə bilər, qeyd edə bilərik. Plus subtitle'ın daxilində məsələn burada subtitle əlavə edirsiniz. Əgər özünüz bir tutalım belə deyək də bu animeni tərcümə etmisiniz. Tərcümədən həm tam əmin olmaqdan ötürü, həm bu animeni izləməmisiniz və bu bölümü mən də izləməliyəm deyirsinizsə, heç render etmədən və belə play basaraq izləyə yazıları düzəldə bilərsiniz. İstəsəniz burada əlavə edib fikirlər də əlavə edə bilərsiniz. Məncə
Eygi sub istifadə olunmasını YouTube-dan da öyrənə bilərsiniz. Çox asandır. Bu da başı bir həftə vaxt ala bilər ki, tam hər şeyi biləsiniz. İşlədikcə də ki, bir çox şeyi kəşf edirsiniz. Fikrinizi əlavə edə bilərsiniz. Burada Instagram adınızı qeyd edə bilərsiniz. TikTok adınızı qeyd edə bilərsiniz. Sadəcə hər biri yaş həddində olmalı. Yəni əxlaqsız sözlər falan filan olmamalıdır ki, animenin özü onu tələb etmirsə. Məsələn, anime 18+ dursa, tərcümədə söyüş görürsüz. Və yaxud da ki, söyüş yoxdursa, söyüşdə olmalıdır. Orijinalı söyüşdə də tərcümə edə bilərsiniz. Bu da dediyim kimi animenin janrından asılı olaraq dəyişir. Animenin tərcüməsindən. Animenin orijinalında varsa bunu edirsiniz. Ki, zaten biz bunu sayta əlavə etdikdə 18+ olduğunu da qeyd etmiş oluruq o halda. Yox, əks halda məsələn Cyberpunk animesi için məsələn əlavə etmişəm. Döyüş elə demək olar tərcümədə yoxdur, çünki süni intellekt. Döyüş olmasa belə mən onu 18+ əlavə etmişəm. Tərcümədə döyüş olmasa belə, amma tərcüməni söyüşlü də edə bilərdim. Süni intellektdə biz promptda söyüşün etməməsini bildirmişik. Bəzən olur ki, söyüşlər də gələ bilir. Yəni orijinal tərcümədən gələ bilir. O zaten dediyim kimi anime janrı yaş həddinə görə, dəyişdiyinə görə, yəni problem çıxmır. Animelərdə zaten siz seçirsiniz hansı animeni izləyirsiniz. Əgər mən hansısa bir janrdakı bir animeni tərcümə edirəmsə, bunu artıq gözə alıram ki, söyüş olmalıdır. İzləyən şəxs də artıq özü cavabdehdir ki, mən bu animeni izləyirəmsə, janrını bilməliyəm. Bu hansı janra aiddir? Yox, bu animenin janrında mən döyüşü görürəm və izləyirəmsə, deməli problem mənimdir. Burada tərcüməçinin gəlib deyəməsin, tərcüməçiyə var, tərbiyəsiz orada tərbiyəsiz söz yazır. Və səhnəyə bax gör, səhnə nə haldadır. Bir onu da fikirləş də. Cyberpunk-a yazar. Və məsələn Cyberpunk Ender Genre nə bilim mən. Gördüyünüz kimi burada janrda göstərmir 18+ olduğunu. Amma ən azından burada qeydləri falan oxusanız və yaxud da ki animenin yaş həddini girib internetdə baxsanız görərsiniz ki, bu anime zaten yaş həddi yüksəkdir. Yəni bunları nəzərə alın. Yəni günahı gəlib tərcüməçiyə atmayın. Və burada tərcümələri hər tərcüməçi özü zapt eləyin. Yəni məsələn mənim tərcüməmdə heç bir söyüş yoxdur. Mən deyirəm mənim animemdə söyüş yoxdur və buna əminəm. Əgər söyüş olarsa da ki, bunu dəyişmək, yeniləmək mənə düşür. Çünki bu sub, yəni mənim subtitle adımdır buradakı. Yəni bu qədər bəsit, çətin bir şey yoxdur. Yenidən One Piece-ə baxaq, One Piece bitti, yenidən ataq. Tak. 50. İndi də 372 oldu. Nəysə. Deməli artıq o seti biz dəyişməyimizin vaxtıdır. O seti silib yenidən hazırlayaq. Yəni bu qədər bəsit. Animedir. Artıq əlavə etmişəm. Renderi bitib daha doğrusu. İndi əlavə edirəm buraya. Telegram kanalına. Baxın 769. Yəni artıq mən standart olaraq hansı animenin neçə megabayt olacağını bilirəm. Renderdən asılı olan şeydir. Keyfiyyətdə ona görə dəyişir. Amma bunun 700 megabaytlıq keyfiyyətə sahib olan bir animeni mən 1 GB render edə bilərəm, amma onun heç bir keyfiyyəti qalxmayacaq. Hətta bu pozulmalar belə ola bilir görüntüdə. Yəni bu qədər bəsitdir, çətin deyil. Özümüzün şəxsi Tengoku-ya saytı əlavə etmək proqramımız da var. Saytın daxilində admin paneldən animeni daxil etmə də var. Mən onu özüm əlavə edəcəyəm. Sizə indi bunu göstərmirəm. Amma vəzifəli şəxslərə də o proqramları göndəririk. Animeni oraya birbaşa əlavə edir. Yəni bu qədər bəsit, çətin deyil. Çətin olduğunu düşünürsünüzsə, məncə biraz ərincəyi insansınız. Və ya da öyrənməyə marağınız var. Yəni burada nətərdir? Qaydalarımız çox sadə, heç bir məcburiyyətimiz yoxdur. Təhsilim var, get təhsilini bir aydır, imtahandır, imtahan vaxtı. Hər gün gəldin evdə oturdun, belə boş bekarsan. Həm animeni tərcümə elə, anime izləyəsən. Məsələn, mən izləyəcəyim animelər var burada. Əlavə etmişəm. Hansı animeni izləyəcəyəm də tutalım ki, Dorohedoro animesini izləməliyəm. İzləməmişəm indiyə. Mən bunu tərcümə edib, izləyib paylaşıram. Həm öz dilimdə izləyirəm, Azərbaycan dilində. Həm tərcümə etmiş oluram, həm saytda da bunu tərcümə etdiyimə görə siz izləyə bilirsiniz. Yəni budur. Bundan başqa bir məqsəd yoxdur. Öz dilimdə, Azərbaycan dilində. İndi mən yoldaş
var Fariz. O dünənlərim bu animeni, indi render etdiyim animeni dedi ki, bəs çıxıbdı, hazırlamaq lazımdır. Mən işdə olduğuma görə həmin gün çatdıramıram. Gedib türkcə izləyirdi və bu anime mən də dörd gözlə gözlədiyim üçün mənə türkcə dedi və sayt atdı ki, buradan girib izləyə bilərsən. Saytın adını çəkmirəm. Dedim, ay mən onu türkcə izləməyəcəm. Niyə? Çünki Azərbaycan dilində neçə vaxt artıq 1 ildən çoxdur Azərbaycan dilində özüm hazırlayıb izləyirəm. Mən təzədən gedib türkcə niyə izləyim ki? Öz dilimdə hazırlayıb izləyirəm və vərdiş edirəm və bəzi sözü yaddaşım artır. Yəni belə öz Azərbaycan dilimlə inkişaf eləyir. Süni intellekt tərəfindən tərcümə olunur. Ola bilsin, amma heç bir problem yaranmır. Yəni süni intellektdən mənim tərcüməm arasında demək olar eyni proses baş verir. Sadəcə mən tərcümə etdiyim halda, özüm hamısını tərcümə etdiyim halda 4 saatım çıxır bir bölümə. Süni intellekt tərəfindən tərcümə etdiyim halda sadəcə göstərdim ki, 10-15 dəqiqə. İndi mən bu videonu çəkmişəm. Bu video yarım saatda deyib bütün iş yarım saat deyil. Bu yarım saatda mən tamına 7 dənə anime tərcümə edirəm və yaxud da minimum 6 dənə. Hərəsinə 5 dəqiqə ayırmaq şərti. Yəni bu belədir. Yəni bu çətin deyil, asandır. İndi belə prompt problemləri çıxanda da ki, onları həll etmək yenə 2 vur 2-dir. Lap bir gün gec olsun. Yəni çox asandır. Boş beşərə dayanmışam. Film izləyirəm, oyun oynayıram. Tərcüməmi elədim, atdım, animemi izlədim, girdim oyunumu oynadım. Ki, məsələn bu iki tərcüməni bitirib sayta atdıqdan sonra girəcəyim oyunumu oynayacağam. Və yaxud da ki, süni intellektdən mahnı hazırlayıram. Ki, onu da süni intellektdən edirəm. Mahnı hazırlayıram. Sizə reklam da eləyə bilərəm. Mənim adımı axtarsınız zaten tapasınız ki, bu videoda mənim öz kanalımdadır. Bu birinci kanalımdır, bu videonu paylaşdığım kanal. İkinci kanalımızda digər kanaldır. Oraya da girib baxa bilərsiniz. Hətta bu videonun arxa planına atdığım musiqi belə hal-hazırda mənim süni intellektdən hazırladığım, təlif haqqına tam sahib olduğum bir musiqi. Yəni bu qədər bəsit. Niyə özümə məxsus olmasın? Niyə öz işimiz olmasın? Niyə onun bunun işinə baxaq? Həm belə etdiyinizdə özümüz inkişaf etmiş oluruq, həm də necə deyim, nəsə öyrənmiş olursan, nəsə bir izləyəndə də marağın olur ki, bu mənim tərcüməmdir. Və anime izləyicisi əgər indiyə qədər Yapon dilində izləyibsə, əgər uzun müddət anime izləyən bir şəxs bütün animelerini Yapon dilində izləyibsə, artıq Yapon dilində istifadə olunan bəzi sözləri baxırsan ki, Azərbaycan dilində tərcümə və yaxud da ingilis tərcüməyə dəxli yoxdur. Sən artıq beynində canlandırdığın üçün tərcüməyə belə baxmırsan. Mən məsələn süni intellektdən tərcümə etmişəm, paylaşmışam. Bu tərcümə mənə çox da əhəmiyyət kəsb etmir. Çünki Yapon dilindən bəzi sözləri lorucasını, küçə dilindən niyə görə elə deyildiyini bilirəm, az-çox. Deyildiyi anda başa düşürəm və ya da hansısa personajın adı çəkilir tərcümədə həmin ad ifadə keçmir, amma yenə də mövzunun kimlə getdiyini bilirəm. Məsələn, Ohayo deyir orada, salam millət falan, məsələn tərcümədə onun salam yox, sabahınız xeyir də yaza bilərik, falan şey də yaza bilərik, amma o söz düz olmasa belə mən Ohayo'nun nə olduğunu, arigato gozaimasu-nun nə olduğunu bildiyimə görə artıq tərcüməyə o qədər də fikir vermirəm, heç oxumuram. Orada çox çətin cümlələr olduqda məcburam ki, ora baxım. Amma Yapon dilindən əvvəl istifadə etdiyi sözdən Yapon dilində artıq vərdiş etdiyinə görə də bəzi sözləri niyə görə dediyini, tərcümədə əlaqələndirə bilməsən də niyə görə dediyini bilirsən. Özün tərcümə etdiyin halda dediyim kimi 4 saat vaxtın çıxır. Həmin o başa düşdüyünü, bayaq dediyim başa düşdüyün temanı öz başa düşdüyün formada da tərcümədə qeyd eləyə bilirsən, dəyişə bilirsən. Yox, bu burada Ohayo dedi, süni intellekt bunu filan cür tərcümə eləyib. Mən bunu istəsəm əlimlə də dəyişə bilirəm. Amma bundan ötürü dediyim kimi render etmədən öncə mən bunu özüm gözümlə izləməliyim. Budur. Yəni bu qədər çətin bir şey yoxdur. Yəni bundan ibarətdir. Bildim. Məsələn bunda problem də artıq aşkarlamış oldum ki, baxan kimi bəlli olur ki, bu musiqi qismini 2 dəfə tərcümə etdi sözlərini. Yəni bunu belə də render etsəm, sadəcə bu sözün 2 dəfə olmasının çıxma şərti ilə qalan sözlər öz yerində olacaq, gördüyünüz. Yəni 352-nin 370 olmasının səbəbi də budur. Nəsə, bu qədər. Yəni bu qədər bəsit. Qrupamız var, Discord kanalımız var. Qatıla bilərsiniz, söhbət eləyə bilərsiniz, dostlaşa bilərsiniz. Artıq bir qayda qanunumuz yoxdur.
Dublyaj komandası qurub dublyaj eləyib bizə ata bilərsiniz, paylaşa bilərsiniz. Komandanızın aidiyyəti yoxdur, hansı komandaya məxsus. Hansı bir komandada dəxli yoxdur. Heç bir komanda ilə düşmənçiliyimiz yoxdur. Heç bir komanda ilə problemimiz yoxdur. Bizdən kimsə problem varsa özləri bilər. Heç kimlə problemimiz yoxdur. İstənilən komanda tərcüməsini saytımıza da əlavə eləyə bilər. İstənilən komanda dublyajını bizim sayta da əlavə eləyə bilər. Bizim saytdan da bu dəqiqə heç bir qazancımız yoxdur. Heç nə qazanmırıq. Fikirləşirsə ki, sənin dublyajını mən paylaşdım, pulu mən qazanıram. Yox, elə bir şey yoxdur. Saytda milyonlardan izlənmə yoxdur. Reklam vermirik sayta. Yəni bu halda mən pul qazana bilmərəm. Mənə sadəcə Azərbaycan dilində bunu sizə izlətmək lazımdır. Və istəyirəm ki də öz millətim bunu öz Azərbaycan dilində. Yəni bu qədər bəsit. Yox, sən ingilis dili öyrənirsən və ingilis var, get ingilis dili izlə. Problem deyil. Get Koreya dilini izlə. Problem deyil. Dili bilirsən, orijinalını izləmək istəyirəm. Mən şəxsən orijinal Yapon dilinin tamamını bilsəydim, heç dublyajına birbaşa orijinal Yapon dilini baxardım ki, təbii ki, hər şeyin öz orijinalı tərcümə olunmuş cover-indən, dublyajından daha maraqlıdır. Yəni bu sizin seçiminizdir. Buna heç kim qarışa bilməz. Yəni bu qədər. Allah razı olsun. Çox sağ olun. İzlədiyiniz üçün. Öyrəndiyinizi öyrəndiniz, öyrənmədiyiniz ki, deyim valla. Hələ videosu. Görüşərik.